Həyatın sirli nəğməsi Rəşad ucsuz-bucaqsız dağların ətəyində yerləşən kiçik bir kənddə böyümüş gənc idi. Uşaqlığından bəri gecə səmasının ulduzlarına baxaraq o parlaq işıqlarda həyatın sirli nəğməsini eşidirdiyini düşünürdü. Nənəsinin ona danışdığı nağıllar, atasının sözləri və köhnə ailə əlyazmaları onun ruhunda dərin izlər buraxmış, həyatı daha mənalı və dərin şəkildə anlamağa səsləyirdi. Amma Rəşadın qəlbində daim həyatın əsl mənası nədir? Sualı yanırdı. Bir gün ailəsinin qədim evinin tozlu otaqlarında gəzərkən Rəşad unudulmuş bir dəftər tapdı. Dəftərin səhifələri illərin izi ilə saralmış, amma hər bir sətirdə sanki böyük bir hikmət və duyğu gizlənmişdi. İlk səhifədə atası ona belə yazmışdı: "Qəlbim, həyatı anlamaq üçün öz içindəki səsi dinləməlisən. Hər acı, hər sevinc, bunlar sənin ruhunun melodiya notlarıdır. Onları dinləsən, həyatın sirrini tapacaqsan." Bu sözlər Rəşadın ruhuna dərindən təsir etdi. O, artıq özünü yalnız gündəlik həyatın içində itmiş hiss etmirdi, içində gizlənən səsin, hər itkinin, hər kədərin və sevincin arxasında yatan dərin mənanın varlığını hiss edirdi. O andan etibarən Rəşad həyatın sirrini tapmaq üçün yeni bir səyahətə çıxmağa qərar verdi. Hər səhər günəşin ilk şüaları dağların zirvələrini işıqlandırarkən, Rəşad kəndin dar daş küçələrindən, qırıq pəncərələrdən və unudulmuş evlərdən keçərək təbiətin qoynuna doğru yola düşürdü. O, dağların qoynunda, meşələrin dərinliyində və çayların şırıltısında öz içindəki səsi eşitmək, keçmişin xatirələrini və gələcəyin ümidlərini tapmaq istəyirdi. Hər addımında, sanki hər daş, hər yarpaq ona unudulmuş hekayələri, nəsillərin öyrətdiyi hikməti xatırladırdı. Bir gün dağların ətəyində yerləşən kiçik bir çayın sahilində dayanıb oturduğu vaxt, Rəşad çayın şırıltısını dinləyərkən öz içində sanki çox uzaqlardan gələn bir nəğmə eşitdi. O, gözlərini yumdu, nəfəsini dərin aldı və çayın axışına qulaq asdı. O an Rəşad anladı ki, həyatın sirri hər an öz içimizdə mövcuddur, bizə yalnız onu dinləmək lazımdır. Səyahəti davam edərkən Rəşadın yolu müxtəlif insanlarla kəsişdi. Bir gün kənd meydanında gəzərkən o, gözəl və mehriban bir qızla tanış oldu. Qızın adı Leyla idi. Leyla, Rəşadın düşüncələrini dərindən mənimsəyən, onun ruhunun səsini eşitməkdə ona yol göstərən bir insan idi. Gecə saatlarında ulduzların altında kənd kənarında oturub uzun söhbətlər edərkən, Leyla ona həyatın dərin mənasını, sevginin, ümidin və kədərin necə bir bütöv olduğunu izah edirdi. Rəşad, deyirdi Leyla, həyatın hər anı sanki bir musiqidir. Bəzən ritmi sürətli, bəzən isə yavaşdır, amma hər zaman özünə məxsus bir melodiyası var. Biz də bu melodiyanın bir parçasıyıq. Əgər ürəyinə qulaq asarsan, o sənə doğru yolu göstərəcək. Leylanın bu səmimi sözləri Rəşadın içində yeni ümidlər oyandırdı. O, artıq təkcə öz içindəki səsi deyil, həm də insan əlaqələrinin, sevginin və paylaşımın həyatın ən dəyərli elementləri olduğunu dərk edirdi. Rəşad və Leyla birlikdə kəndin ətrafındakı qədim yerləri, unudulmuş məbədləri və köhnə məscidlərin qalıqlarını araşdırmağa başladılar. Hər kəşf onlara keçmişin və gələcəyin arasındakı incə körpünü göstərirdi. Bir gün kənd kənarında yerləşən, uzun illər əvvəl tikilmiş kiçik bir məscidin divarlarında sanki Allahın səsinin yankısı hələ də eşidilirdi. Məscidin bir küncündə Rəşad qırışmış əlyazmaların saxlandığı bir sandıq tapdı. Sandığın içində illərin uzaqlığından gələn dualar, xatirələr və səmimi duyğular vardı. Hər bir yazı insan qəlbində yanan inam və ümid işığının simvolu idi. Rəşad bu duaları oxuyanda həyatın nə qədər zəngin və mürəkkəb olduğunu, hər anın bir hədiyyə olduğunu bir daha anladı. Bu kəşflər və səyahətlər Rəşadın ruhunu yenidən canlandırdı. O, artıq yalnız öz iç dünyasını deyil, həm də ətrafındakı insanların həyatına dərin təsir göstərən, ilham verən bir şəxsə çevrildi. Kənddə keçirilən tədbirlərdə o, keçmişin dərslərini, sevginin və inamın gücünü insanlara çatdırırdı. Onun səsi yalnız danışıq deyildi, o, bir ilham qaynağına çevrilmişdi. Hər kəs Rəşadın sözlərində öz içindəki səsi tapır, həyatın sirli nəğməsini eşidirdi. Kəndin ən yaşlı sakinlərindən biri olan Məhəmməd bəy bir gün Rəşada müraciət edərək dedi: "Oğlum, sənin içindəki səs illərin ağırlığını və sevginin işığını birləşdirir. Həyatın sirrini tapmaq üçün ürəyinə qulaq asmaq lazımdır. Sən artıq bunu başa düşmüsən." Bu sözlər Rəşadın qəlbində dərin iz buraxdı və o, gələcək nəsillərə də bu hikməti ötürmək arzusunda oldu.
Rəşad və Leyla birlikdə yaşadıkları səyahətin sonunda kənd sakinlərinə həyatı dərin yaşamağın və hər anın dəyərini bilməyin vacibliyini izah etmək üçün bir kitab yazmağa qərar verdilər. Bu kitab, Rəşadın atasının dəftərindəki sətirlərdən, məsciddə tapdıqları dualardan və onların öz yaşadıkları təcrübələrdən ilham alaraq həyatın sirli nəğməsini və insanın öz içindəki səsi necə tapacağını izah edirdi. Kitab yazma prosesi Rəşad və Leylan üçün həm şəxsi, həm də kollektiv bir səyahətə çevrildi. Hər bir səhifə sanki bir musiqinin notları kimi oxucuların qəlbinə səmimi duyğularla toxunur, onları düşünməyə və öz hiss dünyalarını araşdırmağa sövq edirdi. Kitab nəhayət tamamlandıqda kəndin mərkəzində böyük bir təqdimat mərasimi təşkil edildi. Hər kəs kitabın içində öz həyatından bir parça tapır, keçmişin və gələcəyin sirlərini, sevginin və ümidin hekayəsini oxuyurdu. Rəşadın və Leylanın əsəri kəndin hər küncünə ilham verən, insanların öz içindəki səsi tapmalarını təmin edən bir yol xəritəsinə çevrildi. Zaman keçdikcə Həyatın Sirli Nəğməsi adlı bu kitab yalnız kəndin deyil, ətraf bölgələrin də insanlarına ilham verən, onların həyatın dərin mənasını kəşf etmələrinə səbəb olan bir əsərə çevrildi. Kitabın hər sözü keçmişin xatirələrini, sevginin və inamın gücünün insan qəlbinin əbədi melodiyasını daşıyırdı. Hər oxunan sətir içimizdə yanan işığı oyadır, qəlbləri titrədir və yeni ümidlərə yol açırdı. Beləliklə, Rəşadın səyahəti, öz içindəki səsi eşitmək, keçmişin dərslərini mənimsəmək və həyatın hər anını dərinliklə yaşamaq arzusu, kəndin hər bir sakininin ürəyində iz buraxdı. İnsanlar artıq yalnız gündəlik həyatda gedən bir axış deyil, hər itki və kədərin arxasında gizlənən dərsləri və sevinci də görürdülər. Gecələr, ulduzların parlaqlığı altında kəndin dar küçələrində toplaşan insanlar Rəşadın hekayəsini, kitabın sətirlərində gizlənən hikməti və həyatın sirli nəğməsini yad edirdilər. Onlar bilirdilər ki, hər kədər və itki, nə qədər böyük olursa olsun, insanın ruhunda yeni bir melodiyanı oyandırır və hər birimiz öz həyatımızın nəğməsini yazırıq. Həyatın Sirli Nəğməsi adlı bu nağıl, Rəşadın və Leylanın ömründə başlayan, kəndin və ətrafın ürəklərinə yayılan, hər an yeni ilham və sevgi toxunuşu bəxş edən əbədi bir iz kimi qaldı. Hər kəs öz içindəki səsi dinləyərək, həyatın gözəlliklərini, kədərini və sevincini qəbul etməyi öyrəndi. Beləcə, dağların ətəklərində, kəndin dar küçələrində və insan qəlblərində həyatın sirrini, ümidin işığını və səmimi duyğuları daşıyan bir nəğmə əbədi olaraq səsləndi. Bu səyahət, hər birimizin içində yatan səsi, keçmişin hikmətini və gələcəyin ümidini kəşf etməyin, həyatın hər anını dərinliklə yaşamağın və ən əsası, sevgi ilə, inamla yaşamağın nə qədər vacib olduğunu bizə xatırlatdı. Hər kəs bilirdi ki, ən qaranlıq gecənin sonunda belə içimizdə parlayan bir işıq var, o da özümüzdə tapdığımız səsdir. Beləcə, Rəşadın hekayəsi, Həyatın Sirli Nəğməsi nəsillər boyu insanların qəlblərində yaşadı. Hər kəs öz içindəki səsi dinlədikcə həyatın ən gözəl və mənalı anlarını kəşf etdi. Həyatın sirrini tapmaq üçün bizə lazım olan sadəcə ürəyimizə qulaq asmaq və hər bir anın qiymətini bilmək idi.